Hər kəsə salam. Bu təhlilimizdə müasir dövrümüzün bəlkə də ən heyrətamiz fenomenlərindən birinə, yəni yataq otağından başlayıb nəhəng bir biznesə uzanan o inanılmaz yola nəzər salacağıq. Bir düşünün, cəmi 10-15 il əvvəl sadəcə bir hobbi kimi adi insanların öz telefon kamerasını açmasıyla başlayan bu cərəyan necə oldu ki, bugün yeni bir media imperiyasına çevrildi? Yəni, birazdan görəcəyiniz kimi influencerlik sadəcə gözəl şəkillər çəkdirib paylaşmaqdan ibarət deyil. Bu, əslində psixologiyanın, texnologiyanın və kapitalizmin tam mənasıyla valihedici bir birləşməsidir. Gəlin bir anlıq 80-ci, 90-cı illəri o internetdən əvvəlki dövrü xatırlayaq. Şöhrətə aparan yol ancaq o steril televiziya studiyalarından, qapalı qapılar arxasındakı böyük prodüserlərdən və sözün əsl mənasında əlçatmaz Hollywood ulduzlarından keçirdi. Hər şey sanki bir illüziya idi. Kənardan mükəmməl görünürdü, amma reallıqdan çox uzaq idi. Lakin internet, xüsusilə də YouTube dövrü hər şeyi başayaq etdi. Düzü, insanlar artıq o saxta mükəmməllikdən yorulmuşdular. Biz özümüz kimi danışan, səhv edən, bəzən gülən, bəzən ağlayan real insanlar axtarmağa başladıq. Şöhrət artıq demokratikləşdi və cibimizdəki o sadə telefon kameraları bizim üçün yeni, eyni zamanda hamı üçün əlçatan studiyalara çevrildi. Yaxşı, gəlin vaxt itirmədən detallara daxil olaq. Bugün nələri incələyəcəyik? Birinci, yaradıcının yüksəlişinə baxacağıq. Daha sonra bu media imperiyasının gəlirlərindən danışacağıq. Üçüncü, şəxsi brend bələdçisindən. Dördüncü isə platformadan üstün olan icma anlayışından bəhs edəcəyik. Və ən sonda isə bizi gözləyən o qorxuducu virtual gələcəyə toxunacağıq. Elə isə birinci hissədən başlayaq, yaradıcının yüksəlişi və təsir gücünün necə dəyişməsi. Bilirsiniz, influence elə birbaşa təsir etmək deməkdir. Influencer isə sizin nə geyinəcəyinizdən tutmuş, hara tətilə gedəcəyinizə, hətta həyata baxış bucağınıza belə birbaşa təsir edə bilən şəxsdir. Bəs bunun sirri nədir? Niyə bu qədər güclüdülər? Çünki biz artıq o yekənək, ruhsuz korporativ reklamlara inanmırıq. Hansısa şirkətin uzaqdan bizim məhsulu əladır, bunu alın deməsi dövrü bitib, getdi. Bunun əvəzinə hər gün izlədiyiniz, səmimiyyətinə həqiqətən inandığınız bir insanın sadəcə mən bunu istifadə edirəm və çox bəyənirəm deməsi anında satışları partladır. Bax, marketinq dünyası məhz belə bir qlobal dönüş nöqtəsi yaşadı. Və bu sənayenin ilk pionerləri, yəni PewDiePie, MrBeast və Emma Chamberlain kimi simalar sadəcə şans əsəri məşhurlaşmadılar. Onlar sözün əsl mənasında oyunun qaydalarını yenidən yazdılar. PewDiePie-ə götürək. O, sadəcə evində oyun oynayan, bol enerjili, tamamilə normal biri idi. Kimin ağlına gələrdi ki, bir insan sadəcə oyun oynayaraq milyoner ola bilər? Ya da MrBeast. Başlangıçda demək olar ki, heç bir uğuru yox idi. Lakin o, insan psixologiyasını və YouTube algoritmini o qədər obsesiv şəkildə öyrəndi ki, sistemi sanki sındırdı. Emma Chamberlain isə tam bir inqilab etdi. Təsəvvür edin, hamının mükəmməl görünməyə çalışdığı bir dövrdə o, sadəcə dağınıq otağını, qüsurlarını və yorğunluğunu olduğu kimi göstərdi. Və təəccüblidir ki, bu səmimiyyət, bu qüsurlu reallıq izləyiciləri özünə ən çox cəlb edən maqnit oldu. İndi isə bu məqamda ən maraqlı olan şeyə diqqətinizi çəkmək istəyirəm. Bəs niyə biz heç tanımadığımız birinə bu qədər güclü şəkildə bağlanırıq? Bütün bu dev sənayeni hərəkətə gətirən gizli psixoloji mühərrik məhz budur, parasosial münasibət. Fikir verin, siz o insanı hər gün ekranınızda görürsünüz, sanki onunla birlikdə gülür, onun dərdinə şərik olursunuz. Beyniniz şuuraltı olaraq onu həqiqi bir dost kimi qəbul etməyə başlayır. Ancaq qəribə tərəfi odur ki, bu dost sizi əslində heç tanımır. Bu bir tərəfli, amma inanılmaz dərəcədə güclü olan emosional bağ, insanların niyə influencerləri bu qədər diqqətlə izlədiyini və onların tövsiyə etdiyi hər şey heç düşünmədən aldığını tam olaraq izah edir. Təbii ki, bu dinamikalar da yerində saymır. Daim dəyişir. Məsələn, Instagram bizə illərlə o süzgəcdən keçirilmiş, qüsursuz qəhvə fincanları, lüks səyahətlər və heç cür çata bilməyəcəyimiz bir estetik satdı. Hamı sanki yaşamaq üçün yox, baxın mən necə yaşayıram demək üçün yaşayırdı. Sonra isə TikTok gəldi və oyunu tamamilə dəyişdi. Artıq bahalı kameralara və mükəmməl kadralara ehtiyac qalmadı. TikTokun fəlsəfəsi sadə idi. Telefonunu aç və paylaş. Beləliklə daha sürətli, daha çılpaq və birbaşa diqqəti cəlb etməyə hesablanmış, tamamilə yeni bir viral iqtisadiyyat yarandı. İndi isə keçək ikinci hissəyə. Media imperiyasının gəliri. Bütün bunları işlədən o güclü mühərrik. Yəqin ki, hələ də ətrafınızda kimsə belə bir sual verir. Yaxşı, sadəcə video çəkməklə necə pul qazanmaq olar ki? İnanın mənə, bu sadəcə baxış sayı və qəpiklər məsələsi deyil. Bu, çox şaxəli, nəhəng bir imperiyadır.
Cədvələ bir baxın. Bir tərəfdə o böyük sponsor reklamları, YouTube gəlirləri və affiliate marketing, yəni komissiyalı satışlar dayanır, amma əsl böyük sərvət, əsl oyun şəxsi markaların qurulması, xüsusi məhsulların, məsələn, geyimlərin satışı və onlayn kurslardan gəlir. Əgər doğrudan da sadiq izləyiciləriniz varsa, o zaman Patreon abunəlikləri, ödənişli tədbirlər və podkast sponsorluqları sizə dayanmadan pul gətirən bir maşına çevrilir. Yəni ortada sadəcə video çəkən bir uşaq yoxdur, tək bir insanın idarə etdiyi milyonlarla dollar dəyərində tam hüquqlu bir media şirkəti var. Amma təbii ki, hər parıldayan qızıl deyil. Bu işin görünməyən, qaranlıq bir tərəfi də var. İzləyici üçün hər şey çox asan görünür. Kimsə kameranı yandırır, nəsə danışır və pul qazanır. Eləmi? Qətiyyən yox. Arxa planda saatlarla, bəzən günlərlə davam edən o amansız rəqabət, alqoritmin nə vaxtsa səni unudacağı qorxusu, trendləri tutmaq üçün edilən ağır psixoloji analizlər və bitməyi bilməyən montaj işləri var. İnternet elə bir acı vardır ki, sizdən daim yenilik, yeni bir versiya tələb edir. Bu dözülməz təzyiq bir çox yaradıcını çox keçmədən dərin bir tükənmişlik sindromuna, məşhur burnout-a sürükləyir. Təsəvvür edin, gecə milyonlarla baxış toplayıb viral olursunuz, amma səhər oyananda yeganə qorxunuz tamamilə unudulmaq olur. Və buradan da 3-cü hissəmizə keçid edirik, şəxsi brend bələdçisi. Bəs bu imperiya əslində necə qurulur? Baxın, ən həlledici məqam elə budur. Bu xaotik internet dünyasında uğur qazanmaq qətiyyən şans məsələsi deyil. Media, marketinq və psixologiyanın kəsişməsində yerləşən xüsusi olaraq hazırlanmış 5 konkret addımlıq bir model var. Əgər kimsə doğrudan da öz markasını yaratmaq və bu sahədə qalmaq istəyirsə, bu 5 addımı dərk etməsi və mənimsəməsi mütləqdir. 1. Nijini tap. 2. Səmimi ol. 3. Davamlı ol. 4. Hekayə danış. Və 5. Auditoriya qur. Gəlin ilk 2 addımı biraz açaq. Nişini tapmaq və səmimi olmaq. Bir şey dəqiq bilməliyik. İnternetdə eyni anda hamının xoşuna gəlməyə çalışmaq, əslində heç kimin xoşuna gəlməmək deməkdir. Əgər siz spesifik bir mövzuda, məsələn, ancaq minimalist həyat tərzi və ya küçə fotoqrafiyası haqqında videolar çəkirsinizsə, o kiçik amma xüsusi auditoriya sizinlə çox daha dərin bir bağ quracaq. İkinci məsələ isə səmimiyyətdir. Milyon dəfə sübut olunubdur ki, izləyicilər ekranda bir robot, xətasız bir varlıq görmək istəmirlər. İnsanlar insan görmək istəyir. Yorğunluğunuzu, qüsurlarınızı gizlətməyin. O süni, parıltılı mükəmməllik dövrü çoxdan bitdi. Hazırda əlimizdəki ən dəyərli və güclü valyuta elə səmimiyyətin özüdür. 3-cü və 4-cü addımların sirri isə budur. İnternet bir sprint yarışı deyil dostlar, bu bir marafondur. Bir dəfə hansısa videonuzun viral olması o qədər də böyük bir şey deyil. Əsas məsələ aylarla, illərlə o davamlılığı qoruyub saxlaya bilməkdir. İnsanların o etibarını qazanmaq həqiqətən böyük zaman tələb edir. Və ən önəmlisi, hekayə danışmaq sənəti. Bugün hər hansı bir məlumatı internetdə 2 saniyəyə tapmaq olar, elə deyilmi? Lakin izləyicilər o quru məlumatı yox, sizin o məlumatı onlara çatdırarkən nə hiss etdirdiyinizi xatırlayacaqlar. Doğrudan da qalıcı və təsirli bir brendin təməli məhz sizin necə hekayə qurmağınızdan asılıdır. Gəldik 4-cü hissəyə. Platformadan üstün icma. Müstəqilliyin necə təmin edildiyini müzakirə edəcəyik. Rəqəmsal dünyada hər bir yaradıcının qulağında sırğa etməli olduğu çox sərt bir qayda var. Sitatı diqqətlə dinləyin. Vine öldü. Facebook'un əhatə dairəsi düşdü, bir çox platforma unuduldu. Amma auditoriya qalır. Təsəvvür edin ki, siz bütün biznesinizi, bütün varlığınızı sadəcə bir alqoritmin lütfü üzərində qurmusunuz. Bu, sanki başqasının icarəyə verdiyi torpaqda ev tikmək kimidir. O platformanın siyasəti bir gün dəyişsə, biznesiniz bir gecədə buxarlana bilər. Əsl güc sizin hansı platformada olmağınızda yox, o izləyici kütləsinin birbaşa sizə aid olmasındadır. Və bu slayd çox gözəl nümayiş etdirir ki, niyə bugün ən ağıllı və uzaqgörən yaradıcılar izləyicilərini dərhal öz tam nəzarətlərində olan məkanlara köçürürlər. E-mail siyahıları yaratmaq, şəxsi veb-saytlar açmaq və birbaşa özünüzün idarə etdiyiniz qapalı icmalar qurmaq həlledici addımdır. Niyə? Çünki Instagram və ya YouTube alqoritmi sabah necə dəyişəcək bilmirik. Amma kimsə sizə öz e-poçt ünvanını veribsə, bu artıq sizin həmin şəxslə heç kimin kəsə bilməyəcəyi birbaşa kommunikasiya xəttinizdir. Müstəqilliyinizi qorumağın və yaratdığınız o brendi zəmanətə almağın yeganə yolu kütlənizi öz rəqəmsal evinizə daşımaqdır. Nəhayət gəldik sonuncu, bəlkə də ən heyrətamiz hissəyə. 5-ci, virtual gələcək və növbəti təkamül. Baxın,
Bura qədər ancaq insan olmaqdan, səmimiyyətdən, qüsurlu reallığımızdan danışdıq. Amma texnologiya bizim üçün tamamilə fərqli, düzünü desəm, biraz da ürpərdici bir ssenari hazırlayır. Süni intellekt tərəfindən xüsusi yaradılmış, tamamilə rəqəmsal olan influencerləri bir anlıq düşünün. Bu virtual insanlar xəstələnmir, yorulmur və yaxud danışdığımız o burnout-u heç vaxt yaşamırlar və əsla səhv etmirlər. Artıq reallıqda milyonlarla izləyicisi olan ən məşhur markalarla nəhəng sponsorluq müqavilələri imzalayan və inanılmaz gəlirlər əldə edən virtual şəxsiyyətlər var. Amma işin ən qorxuducu tərəfi nədir bilirsiniz? Artıq bir çox insan ekranda gördüyü o simanın həqiqi bir insan, yoxsa sadəcə arxada mükəmməl proqramlaşdırılmış bir kod yığını olduğunu belə ayırd edə bilmir. Bütün bu qəribə mənzərədən sonra qarşımızda doğrudan da çox böyük və sarsıdıcı bir sual qalır. Sabahın məşhuru doğrudanmı bir insan olacaq, yoxsa bizi ekrana kilidləyən sadəcə mükəmməl hesablanmış bir alqoritm olacaq? İnternet nə vaxtsa bizə, yəni adi insanlara öz səsimizi tapmaq şansı vermişdi, amma deyəsən, qarşıdan gələn bu yeni təkamüldə rəqabət aparacağımız şey reallığın özü yox, onun qüsursuz simulyasiyası olacaq. Bax, bu dərin və düşündürücü sualla bugünkü təhlilimizi yekunlaşdırırıq. Bunun üzərində mütləq düşünün, növbəti görüşlərədək hələlik.